19-a baxırıq. Elektrik yüklü X, Y, Z lövhələri EHG'si 60 volt, 20 volt olan mənbələrə şəkildəki kimi bağlanmışdır. X lövhəsinin önündən sərbəst buraxılan mənfi Q yüklü cismin K nöqtəsindəki kinetik enerjisi YK, L nöqtəsindəki kinetik enerjisi YL olur. Buna əsasən YK bölünsün YL nisbətini tapın. Baxın, burada nöqtədəki kinetik enerji deyirsə, həmin nöqtədəki potensial da nəzərdə tutula bilər. Baxın, bu düstura uyğun yazacağıq. Bircə dəqiqə yazın düsturu. U bərabərdir Y-dir. Baxın, bu düstura uyğun yazılacaq. Deməli belə, K nöqtəsində görürsünüz mənfi Q yükü, baxın, mənfi Q yükü K nöqtəsinə doğru gəlir, 5 sm məsafə qət edir. Burada U ilə D-nin mütənasibliyinə uyğun, yəni U1 bölünsün U2 bərabərdir D1 bölünsün D2-dən yola çıxaraq gəlin buradan təkrar yazım. U1 bölünsün U2 bərabərdir D1 bölünsün D2. Düz mütənasib olduqları üçün yerinə qoyuruq. U1-i bilmirik. U1 5 sm məsafədəki gərginlik, daha doğrusu potensialdır, kinetik enerjidir. Kinetik enerjinin dəyişməsi. U1-i bölük, U2 neçədir? Yekun nəzərdə tutulurdu. Yekun 60 volt. Sonuncuda, yəni bu lövhəyə uyğun sonuncu. O da bərabərdir. D1-i U1-ə uyğun 5 sm. D2-ni ümumiyə uyğun X, Y-dən arasında olan məsafə 30 sm. Bu şəkildə tapsaq, bizə verir U1 bərabər olacaq 10 volt. Demək ki, buradakı YK bərabər olacaq 10. 10-a bərabər olacaq. Yadda saxlayırıq elə. Sonra gəlin buradan da qeyd edək. YK 10. Sonra biz belə bir nəzər hissəni qeyd edim ki, burada uşaqlar baxın, mənfi Q yükü hərəkət edir, düzdürmü? Mənfidirsə, mənfidən uzaqlaşacaq. Görürsünüz, buradakı mənfi qütbdür. Mənfi qütbdən uzaqlaşacaq ki, müsbət qütbə yaxınlaşsın və müsbətə yaxınlaşdıqca da potensial artır. Potensial artırsa və maksimum qiymət 60 voltdursa, burada, baxın, burada 60 volt olacaq onun maksimum qiyməti. Bura 60-dır. Bu nöqtəni isə bilmirik. Bu aradakı hesablamaq üçün, bu aradakı potensialı hesablamaq üçün bu düsturdan bu lövhə üçün də istifadə edirik. Buradan olacaq yenə U1